Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər. Deməli, bizim sınaqlarımız davam edir, izahlarımızla bərabər. Təbii ki, bu sınağın izahını dinləməmişdən öncə şərh hissəsində sınağın linki var, girib işləyə bilərsiniz, sonradan izahı dinləyə bilərsiniz. Bu il imtahanda iştirak edən bütün müdavimlərə, sertifikasiya və MİQ sınağın imtahanında iştirak edən bütün müdavimlərə uğurlar arzu edirəm. Bol-bol şans arzu edirəm. Kim ki zəhmət çəkib, inşallah bəhrəsini görər. İndi gəlin baxaq müəllimlər, əziz müəllimlər, birinci sualımıza. Bizdən birinci sualda nəyi soruşur? Uyğun olanı tap deyir. Uyğun olanı tap. Sinifdə oxu bacarıqları fərqli səviyyədə olan şagirdlər var. Müəllim hamiyə eyni mətn üzrə tapşırıq verir. Bəzi şagirdlər tapşırığı tez və rahat yerinə yetirir, digərləri isə anlamaqda çətinlik çəkir, dərsdən geri qalır və passivləşir. Hər sinifdə bu zaten bu problem var. Zamanla bu şagirdlər dərsdə iştirak etməkdən çəkinməyə başlayırlar. Yəni, sinifin müəyyən hissəsi yaxşı oxuyur, oxuyub anlaması yaxşıdır, müəyyən hissəsi isə çətinlik çəkir və getdikcə bu çətinlik daha da dərinləşir. Ümumiyyətlə, həmin şagirdlər dərsdə iştirak etmək istəmirlər. Müəllim bu problemli vəziyyəti aradan qaldırmaq üçün hansı addımı atsa uğurlu olar. Adədir ki, müəllim bütün şagirdlər üçün tapşırığın izahını bir daha təkrar etməli və daha çox vaxt verməlidir. Bu düzgün olarmı? Olmaz. Çünki zaten uşaqlar başa düşüb də, başa düşməsələr müəyyən hissəsi onu həll eləməz. Müəllim əgər tapşırığı saxlatdırıb bir də təzədən izah eləsə, bu da vaxt itkisinə səbəb olacaq və digər şagirdlər üçün də maraqlı olmayacaq. Bu uyğun yoldumu? Xeyr. Müəllim çətinlik çəkən şagirdlərə evdə əlavə məşq tapşırıqları verərək geridə qalmaların qarşısını almağa çalışmalıdır. Nəzərə alsaq ki, şagird sinifdə bu problemlə qarşılaşır və müəllim bu problemi sinifdəykən həll etməlidir. Əgər sinifdə həll edəndən sonra daha da möhkəmləndiribsə, onu evə verə bilər. Amma hal-hazırda problem sinif üçün keçərlidir. Ona görə B variantı uyğun deyil. Müəllim oxu bacarığı yüksək olan şagirdlərə əsas götürərək dərsin tempini qoruyub saxlamalıdır. Yaxşı, yüksək oxuyan uşaqları başa düşdük. Bəs bu zəif oxuyanlarla kim məşğul olacaq? Olmaz axı. Müəllim təlimdə bərabər imkanlar prinsipini əsas götürərək bütün şagirdlərə eyni bərabər təlim şəraiti yaratmalıdır. C-də düzgün deyil. Müəllim çətinlik çəkən şagirdlərə ayrıca izah verərək onları dərsdən kənarda fərdi şəkildə dəstəkləməlidir. Bu da düzgün olarmı? Xeyr, olmaz. Çünki o problem dərsdən kənarda yox, dərs müddətində həll olunmalıdır. Üstəlik də onlarla fərdi şəkildə məşğul olmamalıdır müəllim. Müəllim neynəməlidir ki, ümumiyyətlə, uşaqların bu problemi yaranıbsa da tez bir zamanda həll olunsun, getdikcə dərinləşməz. Müəllim mətni müxtəlif çətinlik səviyyəsini təqdim etməlidir. Tapşırıqları fərqli yollarla yerinə yetirmək imkanı verməlidir. Yəni, burada da situasiyanın özünü də görürsünüz ki, müəllim hamiyə eyni mətn üzrə tapşırıq verir. Ümumiyyətlə, heç burada görür ki, diferensiallıq qorunmuyubdur. Müəllim fərqli tapşırıqlar verməklə hər kəsin marağını nəzərə alıb eyni bərabər təlim şəraiti qura bilərdi. Ona görə də burada ən uyğun variant Y variantıdır. İkinci suala baxırıq. Aşağıdakı addımlardan hansının atılması 21-ci əsr bacarıqlarının şagirddə formalaşmasına xidmət etmir? Etmir soruşur bizdə. Təlim prosesində problem və layihə əsaslı təlim modelindən istifadə edərək şagirdlərin əməkdaşlıq və qərar vermə bacarığını inkişaf etdirmək olar. Burada problem yoxdur. Yəni 21-ci əsr bacarıqlardan qərar qəbul etmə var, problem həll etmə var, əməkdaşlıq var, ünsiyyət var, tənqidi təfəkkür var, müxtəlif bacarıqlar var və müəllim də bunu problem və layihə əsasında şagirdlərdə bu kimi bacarıqları inkişaf elətdirir. Burada problem yoxdur. Tapşırıqları dərsin əsas məzmunu çərçivəsində planlaşdırıb, sinif üzrə müvafiq ardıcılı və templə icrasına nəzarət etmək. Fikir verirsinizsə, burada müəllim yönümlüdür. Çünki nəzarət edən müəllim. Məzmundan kənara çıxmayan müəllim. Məzmunun çərçivəsindən. Yəni, dəyişməz şəkildə, inkişaf etməmiş şəkildə müəllim davranır. Çünki məzmundan çərçivəyə kənara çıxmayanda, yalnız nəzəri hissədə qalanda, praktikaya yol verməyəndə, təbii ki, uşaq hansı bacarıqlara yiyələnə bilər ki? Üstəlik də müvafiq ardıcıllıqla, templə, yəni ardıcıllıq pozulmasın, aman bir problem çıxmasın, məzmunun içərisində dərsi keçim, kənara çıxmayım, sinif mühitindən kənara çıxmayım, əlavə bir şeylərlə məşğul olmayım, elə mənə nə verilibsə onunla məşğul olum və mən nəzarət edin. Bax, görürsünüz, deyir ki, templə icrasına nəzarət eləmək. Nəzarət eləyən kimdir? Müəllimdir. Yəni, burada hər hansı bir uşağa
belə deyək də, idrak fəallığı yaratmır, uşağa problem qoymur. Ancaq çərçivə daxilində müvafiq ardıcıllıqla o dərsə nail olmağa çalışır. Bu da şagirddə hər hansı bir bacarıq formalaşdırarmı? Əlbəttə ki, formalaşdırmaz. Üçüncü, uyğunluğu tap. Deməli, debat üsulunun əsas üstünlüyü şagirdlərin uzun müddətli layihə üzərində işləyərək problemin mərhələli şəkildə araşdırılması, məhsul hazırlayıb nəticəni real auditoriyaya təqdim etməsidir. Deməli, əslində debat üsulunda belə bir şey bizdən istənilmir. Çünki debat üsulunda hansı bir məhsul hazırlanmır. Debat üsulunda hər hansı bir məsələ müzakirə olunur. Bunun iki tərəfi olur. Biri lehinə qrup olur, biri əleyhinə olur və bir-birinə bu məsələ, hər hansı bir məsələni istər rəsmi debatlar olsun, istər qeyri-rəsmi debatlar olsun, hər hansı bir məsələni qoyub müzakirə edirlər. Orada məhsula ehtiyac yoxdur. Burada fikir bölüşməsi ola bilər, müzakirənin təşkili ola bilər, fikir əsaslandırma bacarığı ola bilər. Amma məhsul deyilən bir şey yoxdur orada. Ona görə birinci fikir düz deyil. Düz olmadığına görə də qabağındakı yanlışa uyğundur. Çünki bizdən uyğunluğu soruşur. Biri saxlayırıq yadımızda. İkiyə baxırıq. Deməli, proqram verilib. Həmin proqramın istifadəsinin əsas üstünlüyü. İndi biz bunu miqə düşüb. Sertifikasiya müəllimləri burada həyəcan keçirdə bilərlər ki, biz bununla rastlaşmamışıq. Bizim çərçivə sənədimizdə bu yox idi. Ola bilər ki, olmasın. Amma bu miqə düşən bir sual, bir çərçivə sənədidir. İndi bu çərçivə sənədinə uyğun hazırlanmış bir test olduğuna görə sertifikasiya müəllimlərin narahatçılıq keçirməsin. Əsas üstünlüyü müəllim bütün dərs materialını əvvəlcədən hazır şablonlar üzərindən təqdim etdiyinə görə şagirdlərin yaradıcı düşünməsinə, fərdi yanaşmaya nümayiş etdirməsinə ehtiyac qalmır. Bu da təlim prosesini daha idarə olunan edir. Müəllimlər, hər hansı bir proqram, tutaq ki, bu proqram haqqında bilmirik. Amma biz bilirik ki, əgər bu internet resurslarından istifadə olunursa, internet resursları şablon bir şeyə bizə etva etmir. İnternet resursları rəqəmsal bacarığı inkişaf elətdirir. Şablon üzərindən getmir. Şablon üzərindən getmədiyinə görə şagirdlərdə araşdırma və yaradıcı bacarığı inkişaf elətdirir. Əgər bir şey şablondursa, cümlənin heç özündə düzgünlüyü yoxdur. Şablondursa, şablon üzərindən hər hansı bir şey təqdim olunursa, necə uşaqlarda yaradıcı təfəkkür inkişaf eləyə bilər? Və əgər yaradıcı təfəkkür inkişaf eləmirsə, daha doğrusu inkişaf eləyirsə, bax görürsünüz ki, yaradıcı düşünməsinə, fərdi yanaşmasını nümayiş etdirməsinə ehtiyac qalmır. Yaradıcı düşünməyən sinif, idarə olunan sinif ola bilər, amma inkişaf etdirici sinif olmayacaq. Ona görə də iki ümumiyyətlə düzgün deyil. Düzgün olmadığına görə də qabağında doğru yazıb, bu da uyğunluq təşkil eləmir, ikini götürmürük. İkinə atdıq getdi. A getdi, B getdi, D getdi. Ya bu C olacaq, ya da Y olacaq. Amma birinci fikir düz olduğuna görə bu muhtemelen Y variantıdır. Amma yenə də 3-ə baxırıq. Ziqzaq şagirdlərin mövzunu hissələr üzrə dərindən mənimsənməsini, biri-birinin öyrənməsini və hər bir şagirdin həm fərdi məsuliyyət, həm də əməkdaşlıq bacarıqlarını inkişaf etdirməsinə şərait yaradan səmərəli təlim üsuludur. Ziqzaqın özünə məxsus bir xüsusiyyəti vardır. Heç bir üsulda bu yoxdur. Qısa zaman ərzində böyük bir mətni öyrədilməkdir və burada doğma və ana qruplar var idi. Və onlar, doğma və ana qruplar hər hansı bir mövzunu bölünərək oxunmasına şərait yaradırdı və onlar da bir-birinə əməkdaşlıq edib həmin mövzunu öyrənirdi. Deməli, üçüncü fikir doğrudur. Burada bir doğru yanlışdır, doğrudan qabağına yanlış yazıb, uyğunluq təşkili, bir də 3 doğrudur, qabağına doğru yazıb, ona görə olacaq burada cavab 1, 3 cavab Y variantı. Dördüncü suala baxırıq. Burada SWOT analiz, bu da miqə düşən bir sualdır. Deyək ki, sertifikasiya müəllimlərinə düşmür. Və burada da fikir doğrudur, amma qabağına yanlış yazıb deyə biz onu götürə bilmirik. Ona görə onu toxunmadım. Cavab olacaq 1, 3. Növbəti sual. Müəllim şagirdlərə bir bölgənin iqlim xüsusiyyətləri ilə həmin ərazidə yaşayan canlıların uyğunlaşması haqqında məlumatları araşdırmağı tapşırır. Şagirdlərdən temperatur, yağıntı və relyef şəraitinin bitki və heyvanların yayılmasına necə təsir etdiyini izah etmələri və bu əlaqəni sinifdə şifahi şəkildə təqdim etmələri tələb olunur. Deməli, biz görürük ki, burada iqlim var, düzdürmü? Canlılar var, biologiya var, coğrafiya var, temperatur, yağıntı, relyef şəraiti. Bunlar hamısı coğrafiyaya aiddir, canlıda biologiyaya aiddir. Deməli, burada mütləq şəkildə fənlər arası inteqrasiya var. Baxırıq, A fən daxilidir, A getdi, Y getdi fən daxili. Burada ya olacaq B, ya olacaq C. İndi baxırıq ki, bunlardan hansı olmalıdır? Burada görürsünüz, canlıların uyğunlaşması haqqında məlumatları araşdırma var. Deməli, burada təhlil var, izah etmə var.
Deməli, bu nə olacaq? Şifahi şəkildə təqdim etmək. Təbii ki, bu olacaq konseptual bilik. Bir də şifahi şəkildə izah varsa, müəyyənləşdirmək varsa, bu olacaq anlamaq dərəcəsi. Olacaq cavab B variantı. 5-ci sual. Yanlışa yol verildiyi cavabı tap. Baxaq. Aşağıdakı situasiyaların hansında müəllim təlimin təşkili zamanı metodik baxımdan yanlışa yol verir? A-da deyir ki, müəllim problem əsaslı təlim modelindən istifadə edərək şagirdlərə real həyatla əlaqəli situasiya təqdim edir, onları fərqli həll yolları üzərində düşünməyə yönəldir. Bu problem əsaslı təlim modelidir. Müəllim də problem verir və onun üzərindən işini təşkil edir. Burada səhv yoxdur. B-də deyir ki, müəllim idrak taksonomiyasına uyğun olaraq əvvəl bilik və anlama səviyyəli tapşırıqlar verir. Daha sonra tədbiq və təhlil mərhələsinə keçərək şagirdlərin idrak fəaliyyətini mərhələli şəkildə inkişaf elətdirir. Burada da səhv fikir yoxdur. Müəllim yəni sadədən mürəkkəbə doğru iyerarxiya quruluşunda fəaliyyət ardıcıllığını təmin edir və getdikcə mürəkkəbləşdirir ki, şagird daha da inkişaf eləsin. Bu da düzdür. Müəllim metodik bacarıqların formalaşdırılması məqsədi ilə dərsin sonunda şagirdlərdən hansı strategiyadan istifadə etdiklərini, nəyin çətin olduğunu, növbəti dəfə daha effektiv öyrənə biləcəkləri refleks etmələrini istəyir. Əgər burada refleksiya varsa, təbii ki, refleksiya dərsin mərhələlərində və sonunda istifadə olunur. Bu da səhv yoxdur. Əgər müəllim bunu edirsə, bir dərsi refleks etmək, bir mövzunu refleks etmək uzun müddətdə yaddaşa ötürməkdir, mahiyyətini anlamaqdır. Metakognitiv bacarığını inkişaf elətdirməkdir. Yəni, mən öz-özümə deyirəm ki, mən bugün nə öyrəndim? Bax, 2-ci gündür bu günlər. 2-ci gün, bax, saat artıq 5-dir, 6-ya işləyib. Mən 6-ya işləyənə qədər hansı faydalı işlə məşğul olmuşam? Başlayırsan gününü refleks eləməyə. Belə olan halda, hansı saatı boş vermisənsə, boşuna keçirmisənsə o vaxtı, başlayırsan nə eləmək? Deyirsən, hə, bugün mənim 2 saatim boşa gedibdir. Sabah bunu eləməyim. Sabah 2 saatin yeri test işləyim. İmtahana daha dərindən hazırlaşım. Artıq sən özünə metakognitiv düşüncəni formalaşdırdın. Deməli, refleksiya etmək eyni zamanda metakognitiv düşüncəni formalaşdırır. Bu da düzgün fikirdir. Müəllim dərin bilik səviyyələrini nəzərə alaraq, nəzəriyyəsinə əsaslanaraq tapşırıqları DBS1-dən DBS3-ə qaldırmağı planlaşdırır və şagirdlərin cavablarını əsaslandırmalarını tələb edir. Bu da bu miqlə düşmüş çərçivə sənədidir. Amma biz tutaq ki, o mövzu haqqında bilməsək də, bilirik ki, əgər bir şey 1-dən 3-ə qədər doğru inkişaf elətdirmək, planlaşdırmaq, sadədən mürəkkəbə doğru inkişaf deməkdir. Yəni, belə deyək də, hər gün səviyyələr üzrə inkişaf deməkdir. Bu da səhv ola bilməz. Çünki inkişafın qabağını almır ki, müəllim daha da inkişaf elətdirir. Y-də deyir ki, müəllim dərsdə əməkdaşlıq və müzakirə strategiyalarını istifadə edir, dərs boyu müzakirənin gedişini istiqamətləndirir və şagirdlərin irəli sürdüyü fikirləri əvvəlcədən müəyyən etdiyi nəticə ilə uyğunlaşdırmağa çalışır. Əgər müəllim hər hansı bir müzakirə təşkil edirsə, şagirdlərin irəli sürdüyü fikrindən əvvəlki nəticəni uyğunlaşdırmamalıdır. Buna çalışmamalıdır. Əksinə şagirddən tələb eləməlidir ki, yeni fikirlər ortalığa qoysun, müzakirəni genişləndirsin. Belə deyək də, müəllimin öz fikri orada önəmli olmamalıdır. İstiqamət verə bilər, yönəldə bilər, müzakirələri düzgün təşkil edə bilər, amma əvvəlki nəticə ilə uyğunluq təşkil etməsi artıq şagirdi həvəsdən sala bilər. Müəllim çalışmalıdır ki, şagirdlərdə müzakirə qabiliyyətini formalaşdırsın, bir-birini fəal dinləmə, bir-birinə münasibət bildirmə, düzgün müzakirəni təşkil edə bilsin. Ona görə də burada Y variantı səhvdir. 6-cı suala keçək. Təbiəti qorumaq. Belə bir təqdimat məktəbdə keçiriləcək və həmin komanda rəhbəri sizin özünüzsünüz. Komanda yoldaşınız təqdimata daha çox emosional çağırışlar və musiqi effektlərinin yer verilməsini təklif edir. Siz isə təqdimatlar, faktlara, real nümunələr əsaslanmasının daha inandırıcı olacağını düşünürsünüz. Yəni, siz daha çox akademik cəhətdən yanaşırsınız. Dostunuz, yoldaşınız daha çox emosional cəhətdən, hisslərinə güvənir, hisslərlə yaxınlaşır. Deyir ki, siz belə bir vəziyyətdə ünsiyyət bacarığını ən yüksək səviyyədə nümayiş etdirən hansı davranışı ortalığa qoyarsınız? Yəni, elə bir yol seçmək lazımdır ki, ortaq yol. Nə çox özünün fikirlərini qabartmayasın, nə də yoldaşının fikirlərini hörmətsizlik eləməyəsin. Görək, bu hansı variantda öz əksini tapıb. A-da deyir ki, onun təklifini rədd edər və təqdimatı öz fikrimə uyğun hazırlayaram. Bu düzgündürmü? Xeyr. Artıq sən lidersənsə, ortaq mövqe tapmalısan. Deməli, A-nı seçə bilmərik. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışaram. Fərqli üsullardan istifadəni təklif edərəm. Yəni ki,
Mən bunun akademik cəhətdən düşünürəm. Digəri isə bunun fərqli cəhətdən rəngarəng yanaşmağa çalışır. Mən də deyərəm ki, həm mənim fikrim önəmlidir, həm onun. İkisini bir-birinə əlavə edib qəşəng bir, fərqli bir deyək ki, təqdimat ortalığa çıxarda bilərəm. Bəli, bu daha yaxşı olar. C-də deyir ki, onun fikri mənimkindən zəif olduğu üçün komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağa təşviq edərəm. Təbii ki, lider bunu etməməlidir. Onunla razılaşır və təqdimatı onun dediyi kimi hazırlayırıq. Əslində ikinizin də dediyi olmalıdır. Hər dəfə başqasının dediyinə razılaşsan, ümumiyyətlə heç özünün bir fikrin olmayacaq. Məsələni müəllimə çatdıraram ki, düzgün yolu seçsin. Təbii ki, bir komanda rəhbəri bunu etməməlidir. Bu düzgün bir yol deyil. Doğru olanı tapaq. Görək doğru olan nədir? Müəllim şagirdlərə qruplara bölüb, onlara həyatdan götürülmüş bir problem təqdim edir. O, hər qrupdan problemi fərqli baxış bucağından təhlil etməyi, mümkün həll yolları irəli sürməyi və seçdikləri həllin üstünlüklərini əsaslandırmağı istəyir. Müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir. Müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin prosesi cəlb olunmasına diqqət yetirir. Deməli, müəllim uşaqları qruplara bölüb, problem təqdim edib və istəyir ki, hər kəs buna fərqli baxış bucağından baxsın. Kim ki, bir təklif yolu seçibsə, bunu da əsaslandırsın. Bunun üçün müəllim uşaqlara dəstək olur, istiqamətləndirici suallar verir. Hətta bu sualları, deməli, onların bacarıq səviyyəsindən nəzərə alır. Deməli, deyir ki, situasiya əsasən aşağıdakı hansı fikirləri doğru hesab etmək olar? Baxırıq 1-ə. 1-də deyir ki, bu dərs zamanı şagirdlərdə əsasən tənqidi və analitik təfəkkür formalaşır. Bəli, düzgünü, çünki müzakirə var burada və müxtəlif baxış bucaqlarından təhlil etmə var da, analitik. Analitik nədir? Təhlil, analiz eləmək. 1 düzdür. 2 deyir ki, müəllimin davranışı fasilitasiya bacarıq mövcudluğunu göstərir. Deməli, bu qalsın, bu da düz ola bilər, amma bu qalsın. Müəllim müxtəlif bacarıq səviyyəsində olan şagirdləri prosesə cəlb edilməsi dərsdə inklüzivliyin tətbiq olunduğunu göstərir. Müəllimlər, müxtəlif uşaqların demək, hələ burada inklüzivin olmağı demək deyil. Çünki inklüzivlik sağlamlıq imkanları məhdud olan uşaqlardır. Burada sağlamlıq imkanları məhdud olan bir fikir rast gəlmədik. Ona görə 3-ü düzgün götürmək olmaz. 3-ü düzgün götürə bilmədiyimizə görə avtomatik olaraq D variantı gedir, B variantı gedir, Y variantı gedir. İndi baxırıq 4-ə. Müəllim layihə əsaslı təlim modelindən istifadə edir. Deməli, müəllim layihə əsaslı təlim modelindən istifadə edirmi? Deməli, real bir problem təqdim edirsə və hər qrupdan problemin fərqli baxış bucağına təhlil etmək varsa, burada bu da qalsın bir dəqiqə. Problemin real həyatla əlaqələndirilməsi və həll yollarının mərhələli şəkildə işlənməsi dizayn düşüncəsinin yanaşmasının tətbiq olunduğunu deməyə əsas verir. Dizayn düşüncəsini müəllimlər, bu da MİQ-in çərçivə sənədindədir. MİQ-in çərçivə sənədindədir. Deməli, burada dizayn düşüncəsi yoxdur müəllimlər. Dizayn düşüncəsi yoxdur. Burada heç müəllimin layihə əsaslı təlim modelindən istifadə etməyi də yoxdur. Çünki burada problem qoyursa, problem əsaslıdır, layihə əsaslı deyil. Burada avtomatik biz 4-ü 5-i çıxırıq. 4-ü 5-i çıxanda yerdə qalır 1, 2, 3. Sadəcə olaraq müəllimlər, burada 4-5 uyğun deyil, amma 3 də bir dəqiqə müəllim şagirdləri qruplara bölüb onları real həyatdan götürmüş bir problem təqdim edir. O hər qrupdan problemin fərqli baxış bucağından təhlil etməyi, mümkün həll yolları irəli sürməyi və seçdikləri həllin üstünlüklərini əsaslandırmağı istəyir. Burada müəllimlər, bilirsiniz niyə inklüzivlik var? İnklüzivliyi götürə bilərik nəyə görə? Deyir ki, müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir. Müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin mən müxtəlif baxış bucaqlarına algıladım, səhv oxumuşam. Müxtəlif bacarıq səviyyəsində deyirsə, deməli hər kəsin bir bacardığı bir şey var. Burada qavrama çətinliyi zəif olan uşaqlar da olacaq. Bacarığı zəif olan uşaqlar da. Burada hardasa inklüzivliyi götürmək olar. Çünki layihə əsaslı deyil, 4-ü çıxırıq. Deməli, 4-ü çıxanda D gedir, A gedir, C gedir. Burada qalır ya 1, 2, 3, ya 2, 3, 5. Burada da 5 ola bilmədiyinə görə dizayn düşüncəsi burada yoxdur.
Çünki real həyatla əlaqələndirmək yoxdur. Sadəcə problem həll edir və onu müzakirəyə verir. Ona görə də burada fən üstü inteqrasiya olmadığına görə biz 1, 2, 3-ü götürəcəyik. Cavab B variantı olacaq. 8-ə baxırıq. Müəllim şagirdlərə layihə tapşırığı verir və onlardan layihə prosesində məqsəd müəyyənləşdirməyə, planlama, fəaliyyətin izlənməsi, zəruri vərdişlərin aparılması və nəticənin qiymətləndirilməsi mərhələlərinə əməl etmələrini tapşırır. Deməli, müəllim layihə verir. Layihə prosesində məqsəd müəyyənləşdirmə, planlama, fəaliyyətin izlənməsi, zəruri düzəlişlərin aparılması və nəticənin qiymətləndirilməsi. Müəllimin bu gözləntiləri qoymaq da müəllim hansı pedaqoji prosesi həyata keçirir? Yəni, pedaqoji prosesin məqsədi nədir? Nə istəyir uşaqdan? Nəyi formalaşdırmağa çalışır? Deməli, biz burada məqsəd müəyyən etmək varsa, planlama varsa, planlaşdırma var. Fəaliyyətin izlənməyi varsa, artıq burada öz fəaliyyətini izləyirsə, özünə nəzarət eləyəcək, deyək ki, özünü tənzimləmə bacarıqdır. Çünki planlaşdırma var da, planlaşdırma harda keçmiş, özünü planlaşdırmaq, özünü tənzimləmədə metakognitiv bacarıqlardaydı. Sonra burada fəaliyyəti izləmə varsa, özünə nəzarət etmək bacarığı vardır. Deməli, bu hansı variantda olacaq? Baxaq A-ya. Şagirdlərin öyrənmə fəaliyyətini planlama, monitorinq və refleksiya mərhələləri üzrə şuurlu şəkildə idarə etməsini təmin etməklə özünü tənzimləmə bacarığını formalaşdırmaq. Bəli, düzgün variant budur. Belədir ki, şagirdlərin layihə fəaliyyətini qarşılıqlı asıllılıq və paylaşılmış məsuliyyət prinsipləri əsasında təşkil edərək əməkdaşlıq mədəniyyətini möhkəmləndirmək. Əslində, burada əməkdaşlıq ehtiyacı yoxdur. Çünki burada şagirdin bir növ özünə nəzarətidir. Yəni, burada ikinci tərəf yoxdur. Lap ikinci tərəf olsa da, əməkdaşlıq olsa da, burada ən çox şagirdin həmin layihə müddətində özünə nəzarətidir. Yəni, yoldaşına nəzarət yox, özünə nəzarətidir. Görürsünüz, deyir ki, fəaliyyətin izlənməsi, zəruri vərdişlərin aparılması, nəticələrin qiymətləndirilməsi, layihə prosesi məqsəd müəyyən etmə. Burada şagirdlərin öyrənmə fəaliyyətinin planlaşdırılmasına gedir söhbət. Yəni, əməkdaşlıq qüdrətdə meyar olaraq ön planda deyil. Ona görə ilə burada digər variantlara baxmağa ehtiyac yoxdur. A variantı ən uyğun cavabdır. 9-cu suala baxırıq. Mövzu üzrə qrup fəaliyyəti aparılarkən dərsə gecikmiş bir şagird sinifə daxil olur. Müəllim həmin şagirdi ayrıca istiqamətləndirir, ona fərqli tapşırıq təqdim edir və fəaliyyətin sonunda fərdi nəticəsini siniflə paylaşmasına şərait yaradır. Müəllimlər, burada fikir verirsinizsə, müəllim əslində burada düz eləmir. Nəyi düz eləmir? Dərsə gecikmiş ola bilər şagird, problem deyil. Prosedurlar var da, gecikən şagird sakit gəlir, yerində oturur. Sadəcə olaraq müəllim ona fərqli tapşırıq yox, elə həmin tapşırıq versəydi, yalnız fərdi işləməyə şərait yaratsaydı, daha bərabər imkanların həyata keçirilməsi olardı. Amma müəllim digər uşaqlara verdiyi tapşırığı şagirdə vermir. Şagirdə tamam başqa tapşırıq verir. Belə olan halda şagird digər uşaqların işlədiyi tapşırıqlarla öz tapşırıqlarını əlaqə yarada bilməyəcək. Çünki eyni tapşırığı işləmirlər. Yəni, müəllimin seçdiyi yol əslində nədir? Şagirdin sinifə inteqrasiyasını məhdudlaşdırır. Uşaqlarla birgə işləməsini məhdudlaşdırır. Fərqli tapşırıq verməsəydi, bunun qarşısını ala bilərdi. Amma fərqli tapşırıq artıq bunun qarşısını. Ona görə burada müəllimin seçdiyi yol şagirdin təlim fəaliyyətinə inteqrasiyanı qismən məhdudlaşdırır. Cavabı daha dolğundur. Cavab C variantı. 10-cu suala baxaq. Uyğunluğu müəyyən elə. Eləyək, görək nə gəlir başımıza. Müəllim dərsdə real həyat vəziyyətinə uyğun yolları bölüşdürür. Şagirdlərdən situasiyanın canlandırmalarını tapşırır. Əgər bu belədirsə, real vəziyyətə uyğun rolları bölüşdürürsə, rol varsa mən qarşı tərəfi anlayacağam. Rol varsa artıq belə deyək də, real vəziyyətinə uyğun rolları bölüşdürür. Dərsdə real vəziyyətinə uyğun rollar. Şagirdlərin situasiyanı canlandırma, qərar vermə və uyğun davranış seçmə bacarıqlarını formalaşdırır. Empatiya, qərar vermə və uyğun davranış düz ola bilər. Biri götürür, yadımıza saxlayır. 2-yə baxaq hələ. Müəllim mövzu ilə bağlı açıq suallar verir. Şagirdlərdən fikirlərini əsaslandıraraq bildirmələrini istəyir. Açıq sual varsa, müzakirə varsa, tənqidi düşünmə var. Argumentasiya bacarığını inkişaf edir. Yəni, argument gətirmə bacarığıdır. Uşaq fikrini əsaslandıracaqsa, mütləq ki, argument gətirməlidir. Mən boş-boşuna havadan fikrimi əsaslandırmayacağım ki, mənim əlimdə dəlil və sübutum olmalıdır ki,
O dilin varsa dilçəyin də olmalıdır. O dilçək də o real da sübuta yetirilmiş fikirdir. Sən reallığı kiminsə sübut eləmək istəyirsənsə, əlində faktın və dəlilin sübutun olmalı ki, qarşı tərəfi inandıra biləsən. 2 düzdür. Müəllim şagirdlərə mövzu üzrə qısa müddətli layihə tapşırır və nəticəni təqdim etməsini tapşırır. Qısa müddətli layihə varsa, deməli, akademik yazı, tədqiqat və strateji planlaşdırma bacarığını formalaşdırır. Bu müəllimlər, layihə başqa şeydir, akademik yazı başqa bir şeydir. Burada əslində layihə üzərində işləmək bacarığıdır. Ona görə bu da 3 düzgün deyil. Müəllim mövzu ilə bağlı tapşırıqları qruplar arasında bölüşdürür və hər qrupdan ortaq nəticə formalaşdırmağı tələb edir. Fərdi tempdə işləmə, qrup varsa fərdi tempdə işləmə düzgün deyil heç. Yəni heç burada 4-cüdə davam eləməyə ehtiyac yox. 4 düzgün ola bilməz. Çünki qruplar arasında fərdi tempdə işləmə necə ola bilər? Sən əməkdaşlıq eləməlisən. Sən şəxsi qərar verə bilmərsən, qrup şəklində qərar verməlisən. Ona görə 4 düzgün deyil. Müəllim dərsdə şagirdlərə fərdi tapşırıq verir və hər kəsin öz tempində işləməsinə şərait yaradır. Bəli, öz temp varsa öz idarəetmə var, fərdi məsuliyyət ola bilər, diqqəti uzun müddət qoruma bacarığı formalaşa bilər. Bəli, bu düzdür. Deməli, burada hansını götürür? 1, 2, 5 cavab A variantıdır müəllim. Təşəkkür edirəm ki, dinlədiniz. Çox sağ olun.